Salam, bugün əlimizdə deyəsən sənin üçün də maraqlı olacaq bir profil var. Ceylan Mumoğlu. Salam. Ha, eşitmişəm. Psixologiya ilə yaradıcılığı, şəxsi inkişafa fərqli yanaşmaları birləşdirən insanlara maraq olduğunu bilirəm. Bəli, elədir. Standartdan kənar yanaşmalar həmişə cəlb edici olur. Bax, bu mənbədə məhz belə bir mütəxəssisdən bəhs edir. Gəl birlikdə baxaq, görək Mumoğlunun metodlarında, işlərində nə kimi maraqlı məqamlar var. İlk növbədə qeyd olunur ki, psixologiya marağı 20 illikdir. Vay, 20 il? Amma bunu son 5 ildə peşəkar fəaliyyətə çevirib. Bu özü, yəni uzun bir hazırlıq dövrüdür, hə? Hə, doğrudan da. Bu, hobbinin və ya dərin marağın necə peşəkar bir yola çevrilə biləcəyini göstərir. Sadəcə maraqla qalmayıb deyəsən. Qətiyyən. Mənbə deyir ki, 350-dən çox insana kömək edib. 350 plus. Ciddi rəqəmdir. Fərdi seanslar, qrup terapiyalar vasitəsilə. Məqsəd də özünü kəşf, şəfa, daxili gücü oyatmaq. Yəni, təsir dairəsi az deyil. Bu qədər insana toxunmaq. Bəli. Və xüsusilə diqqət çəkən bir məqam var, bax bu, səni də maraqlandıracaq. Şuuraltı dəyişmə texnikaları. Aha, şuuraltı dəyişmə. Səslənməsi də güclüdür. Mənbə iddia edir ki, bu seanslar çox qısa zamanda dərin transformasiya verir. Sən ki, sürətli, effektiv yollar axtarırsan. Bu necə səslənir? Hə, çox cəlb edici. Qısa zamanda dərin dəyişikliyi kim istəməz ki? Amma necə? Yəni, mənbə bunun mexanizmini açırmı? Tam detallı yox, amma əsas vədi budur. Sürətli və dərin nəticə. Yəqin ki, səthdəki problemlərdən çox kökdəki o şuuraltı inanclara, proqramlara yönəlir. Başa düşdüm. Mənbə onun EFT və hipnoterapiya kimi metodları da istifadə etdiyini deyir. Hə, EFT, emosional azadlıq texnikası, o enerji yoxdələrinə toxunmaqla bağlı olan düzdür? Bəli, məhz o. Emosional blokları açmaq üçün. Hipnoterapiya da var. O da birbaşa şuur altına təsir edir təlqinlə. Deməli, bu fərqli alətləri birləşdirir. O dərin transformasiya bəlkə də buradan gəlir. Çox güman ki, yəni təkcə psixologiya deyil, fərqli texnikaların, belə deyim, kombinasiyasıdır işin sirri. Amma gözlə, başqa bir qat da var. Buyur. O həm də yazıcı və coachdur. Üstəlik simvolizmi, şuuraltı ilə işləməyi sevirmiş. Bu necə təsir edir görəsən onun işinə? Bax, bu çox maraqlıdır. Mənbə birbaşa analiz etmir, amma təsvir etdiyi profildən bu sinerjini görmək olur. Yazıcı olması, yəqin ki, ona simvollarla, metaforlarla şuuraltının dilini daha yaxşı anlamağa kömək edir. Düzdür, məntiqlidir. Coaching tərəfi isə o daxili kəşfləri real həyata, yəni konkret addımlara çevirməyə yardım edir. Psixoloji biliklər də bütün bunlara elmi çərçivə verir. Yəni, belə çıxır ki, o bir neçə sahənin mütəxəssisi deyil, onları birləşdirib daha bütöv bir yanaşma yaradıb. Ay sağ ol, məsələ. Həm də sertifikatlı psixoloq və təcrübəli coach olduğu da yazılıb. Bu da işin peşəkar tərəfini göstərir. Anladım. Və bu təcrübə təkcə fərdi seanslarla qalmır. Mənbədə deyilir ki, 3 günlük intensivlər 21 günlük transformasiya proqramları da təşkil edir. Hə, proqramlar da var deməli. Üstəlik 5 kitabı nəşr olunub Azərbaycan və Türkiyədə. Onlarla məqaləsi var. Xüsusilə bir kitab adı çəkilir. Bilgə qadının el kitabı. Aha, bu adı eşitmişəm deyəsən. Deyilənə görə yüzlərlə qadının həyatına toxunub bu kitab. Daxili gücü oyatmağı hədəfləyirmiş. Deməli, qadınların gücləndirilməsi onun üçün ayrıca bir fokus nöqtəsidir. Bu da əhəmiyyətlidir. Bəli, konkret hədəf qrupu var. Gəl, ümumiləşdirək də, deməli mənbəyə görə Ceylan Mumoğlu şuuraltı ilə işləməyə fokuslanır, psixologiya, coaching, yazıçılıq, üstəgəl EFT, hipnoterapiya kimi texnikaları özünə məxsus şəkildə birləşdirir. Həm fərdi, həm qrup, həm də kitablarla xüsusilə qadınların transformasiyasına, güclənməsinə dəstək olur. Əsas mesaj da bu metodların sürətli və dərin nəticələr verməsidir. Tamamilə. Deməli, əsas məqamlar, fərqli sahələrin sinerjisi, şuuraltı fokus, sürətli dəyişiklik vədi və qadınların gücləndirilməsi. Bütün bunları işığında sənin üçün əsas çıxarış nə oldu? Bu cür çoxşaxəli yanaşma sənə nə düşündürür? Həqiqətən də düşündürücüdür. Bu profil bir sual yaradır məndə. Görəsən, hər birimizin içində o şuuraltının dərinliklərində kəşf edilməyi gözləyən daha nə qədər fərqli potensial var? Maraqlı sualdır. Və Mumoğlunun etdiyi kimi fərqli görünən metodların
Məsələn, analitik düşüncə ilə yaradıcı yazı ya da enerji texnikalarının birləşməsi bu gizli potensialı üzə çıxarmaqda bizə hansı yeni qapıları aça bilər? Bəlkə də əsl transformasiya məhz bu fərqli qapıları döyməkdədir, kim bilir. Üzərində düşünməyə dəyər, hə?